Salam, hər vaxtınız xeyir olsun. Ekspert rəyi efirdədir. Bugün biz imtiyazlı kateqoriyadan olan vətəndaşların mənzil və avtomobillə təminatı haqqında danışacağıq. Bu hansı kateqoriyadan insanlar bu cür imtiyaza malikdir? Bu proses indi hal-hazırda hansı vəziyyətdədir və mən bugünkü qonaqlarımızı təqdim etmək istəyirəm. Azərbaycanda minadan zərər çəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu. Xoş gəlmişsiniz. Rey müəllim, salamlayırıq sizi. Və Sosial Xidmətlər Agentliyinin Sosial Təminat Departamentinin müdür müavini Adil Əkbərov. Adil müəllim, xoş gəlmişsiniz. Hər ikinizə təşəkkür edirik ki, bizə vaxt ayırdınız bu vacib mövzuda müzakirə aparmaq üçün. Və mən istərdim, Adil müəllim, ilk sualı sizə ünvanlayım. Kimlər bu imtiyaza malikdirlər, dövlət tərəfindən kimlər avtomobillərlə və mənzillərlə təmin edilir? Ümumiyyətlə, qeyd etmək istəyirdim ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin, müharibə əhlilərinin sosial məişət şəraitinin yaxşılaşdırılması daim onlara diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bildirmək istəyirəm ki, bu günləri imtiyazlı şəxslər kateqoriyasına aid olan şəxslər müvafiq dövlət aktları əsasında müəyyən olunur. Bununla bağlı indiyə hal-hazırki dövrə qədər bir neçə Cənab Prezidentin və Nazirlər Kabinetinin bir neçə sərəncam və fərmanları olmuşdur. İlk olaraq qeyd etmək istəyirəm ki, şəhid ailələrimizin və müharibə zamanı əlilliyi müəyyən olunmuş şəxslərin eyni zamanda Çernobil Atom Elektrik Stansiyasında qəzanın ləğvi zamanı əlillik qazanmış şəxslərin eyni zamanda ümumi səbəbdən gözdən əlilliyi olan şəxslərimizin və uşaq internat müəssisələrində böyüyən və internat məzunu olan şəxslərin dövlət tərəfindən mənzillərlə və fərdi evlərlə təmin olunması nəzərdə tutulmuşdur. Bir qısaca olaraq bir statistikaya da nəzər salaq, Adil müəllim. İndiyə kimi bu dövr ərzində nə qədər vətəndaş bu imtiyazdan yararlanıb, yəni mənzillə, avtomobillə təmin edilənlərin sayı nə qədərdir və qısa bir, belə deyək ki, analogiya aparaq, bir müqayisə aparaq, əvvəlki dövrlərlə müqayisədə bu istiqamətdə irəliləyiş, müsbətə doğru dinamika hiss olunurmu? Təbii ki, proses ilk əvvəl ümumilli lider Heydər Əliyevin deməli, öz təşəbbüsü ilə qoyulan bir prosesdir. Şəhid ailələrinin, müharibə əhlilərinin mənzillərlə təminatı məsələsi və hal-hazırda da bu proses Müzəffər Ali Başkomandan Cənab Prezident tərəfindən çox böyük uğurla davam etdirilir. Hal-hazırda da qeyd etmək istəyirəm ki, ümumilikdə indiyənə qədər qeyd etdiyimiz kateqoriyadan olan şəxslərin mənzillərlə təminatı zamanı sayı 16.000 şəxs, ümumilikdə 16.000 şəxs hal-hazırki dövrə qədər mənzillərlə və yaxud da fərdi evlərlə təmin olunmuşdur. Dövlət tərəfindən mənzillə təmin edilənlərin sayı 16.000 nəfərdir. Bu, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə həyata keçirilən təminatdan gedir söhbət, yoxsa digər xətlərdir? Biz bilirik ki, yerli icra hakimiyyəti də bəzən müəyyən mənzillərlə təminatla bağlı işlər keçirir. Mən qeyd etdiyim rəqəm sırf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd etdiyimiz kateqoriyada olan şəxslərə göstərilən diqqətin rəqəmidir. Aydındır. Rey müəllim, siz yəqin ki, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü olaraq bu proseslərin içindəsiniz. Yəqin ki, bu proses zamanı işlər necə həyata keçirilir, kimlər mənzillərlə təmin edilir, avtomobillərlə təmin edilir, bu prosesləri görürsünüz. Sizcə, bu sahədə işlər kifayət qədər müsbət dinamika ilə gedirmi? Bu proses nə yerdədir? Sizin fikriniz? Çox sağ olun, məni Dost TV-nin efirinə dəvət etdiyinizə görə Şahan müəllim, uzun illərin jurnalisti, həmkarımız, çox xoşdur sizlə bir efirdə olmaq. Aydın müəllim, təşəkkür edərək qarşılıqlıdır. Tamaşaçılarımı da salamlayıram. Mən ondan başlayayım ki, Adil müəllim burada qeyd elədi. Bu proses başlayıb 18 avqust 1994-cü ildə rəhmətli Heydər Əliyevlə bizim Qarabağ Əlilər Cəmiyyətinin sədri Etimad Əsədov başda olmaqla bir qrup Qarabağ Əlili görüşdü. Heydər Əliyev onları
Allah rəhmət eləsin Heydar Əliyevə də, Etimada da digərlərini onlar qəbul elədi. 26 avqustda fərman imzalandı. 8 bənddən ibarət fərman idi. Orada 2 bənddə çox idi bənd. Orada 2 bənd isə mənzil məişət şəraitinin yaxşılaşdırılması və minik avtomobilləri ilə təminat məsələsi idi. Eyni zamanda da protez alternativ bərqərar mərkəzinin Əhmədlidə yenidən qurulması idi. O da çox böyük uğurla başa çatdı. Bugün bilirsiniz, protez ortopedik mərkəzi necə yüksək səviyyədədir. Adil müəllim dedi, 16 minə qədər insana yəni mənzillə təmin edilib. Burada söhbət təkcə Qarabağ müharibəsi əlilləri, şəhid əlilləri deyil, onlara bərabər tutulan şəxslərdir. Proses illərlə çox mürəkkəb mərhələlərdən keçibdi və inandırım sizi ki, yəni asan olmuyordu. İstər nazirlik, istər o vaxt müxtəlif qeyri-hökumət təşkilatları, komissiyalar vardı, prosesdə iştirak edirdi. Amma bir mənalı şəkildə deyə bilərəm ki, bu günləri ən ideal bir formadadır. Düzdür, yenə də çatışmazlıq var, nöqsan var, problem var, amma bunlar hamısı sistemli deyil də, bir sistem halında deyil. Bu, hansısa bir kadrın səhlənkarlığımı və yaxud da ki, diqqətsizliyimi və buradan yaranan problemlərdir. Və yaxud da ki, son zamanlar bilirsiniz ki, daha çox texniki, Sosial Təminat Naziri bütövlükdə bu elektronlaşdırma sistemini ölkədə həyata keçirən ən böyük bir nazirlikdir. Yüksək səviyyədə də uğurla aparır. Bütün bunlar hamısı da həm şəffaflıq, həm də ki, korrupsiyadan, rüşvətxorluqdan kənar bir belə deyək ki, iş olaraq aparılır, yüksək səviyyədə aparılır. Burada məsələ budur ki, bax bu günləri mənzil təminatı yenə yüksək səviyyədə aparılır, evlər yaxşı təmir olunur, təqdim edilir. Əvvəllər biz belə olmuyor, o qədər problemlər var. Əsas Rey müəllim, siz dediniz ki, bu proses gedir və şəffaflıqla bağlı müəyyən işlər gedir. Məhz bu prosesdə mənzillə təminat, avtomobillə təminat prosesini kifayət qədər şəffaf hesab etmək olarmı? Yəni, ədalətlilik prinsipləri qorunurmu? Bəli, bəli. Bu günləri mən, bilirsiniz, mən biraz emosional adamam, biraz məndən də belə çalışıram ki, həmişə sözün düzün deyə. Yalan demiş olaram ki, yox, elə deyil. Şəffafdır, obyektivdir, yenə deyirəm. Müəyyən detallar var ki, onu da ki, açığı mən mətbuata çıxartmıram, dərhal İctimai Şurada Elşad müəllim vasitəsilə bizim hörmətli professorumuz İctimai Şuranın sədridir, digər üzvlər dəfələrlə olur ki, orada müzakirə eləmişik. Nazirlik bizi yönəldib, ya sosial xidmətlər agentliyi olsun, istər digər agentliklər, strukturlar olsun, məsələni həll eləmişik. Əsas problemi əgər nələrdədir çatışmazlıq, onu deyim ki, söhbət əlçatanlıq məsələsidir, Şahin müəllim. Bax, məsəl üçün, mənzil məsələsi deyil, amma başqa bir məsələdir. Biz min adamlara çəkənlər assosiasiyası ötən ili Azərbaycanın 11 rayonunda min yaşayan insanların statistikasını yeyinliydi, onların ehtiyaclarını öyrənirdi. Beyləqan rayonunda Əhəd adında bir oğlan vardı, 2 ayağı yoxdur, 2 övladı var. Biz getdik oraya, gördük bu çətin yeriyir, belə həyati bacarıqlarını gördüm, bunun əl arabası yoxdur. Dedim, niyə əl araban yoxdur ki sənin? Dedim, vallahi nə bilim, bilmirəm amma kimə müraciət edeyim, nətər müraciət edeyim. Mən dərhal da o şəxsiyyət vəsiqəsini aldım, dərhal Sosial Təminat Nazirliyinin tibbi sosial reabilitasiya agentliyi ilə əlaqə saxladıq. Protezin direktoru, hörmətli Asif müəllimlə əlaqə saxladıq. O vaxtı Anar müəllim idi, reabilitasiya mərkəzinin sosial rəhbəri. Onunla əlaqə saxladıq. Biz məlumatı onlara göndərdik. Bir gün sonra o hər iki ayağını itirmiş Mina Qurbanı sevincək zəng elədi ki, müəllim, mənə 3 dənə əl arabası gətdilər, verdilər. Yəni, onun haqqı idi. Amma onun üçün, o ucqar bir kətdədir, əl satan deyil. Başa düşürsünüz. Belə məsələ, bizim problemimiz bu məsələlərdə olur. Əslində, Rey müəllim, nazirliklər yanında, dövlət qurumları yanında İctimai Şuranın bir məqsədi də məhz ictimaiyyətlə bu nazirlik arasında bir körpü rolunu oynamaqdır ki, siz də bu işi icra edirsiniz. Təbii ki, yerlərdə məlumatlılıq səviyyəsi bəzən az olur, təəssüf ki.
Amma dövlətimiz tərəfindən siz özünüz də bu proseslərin içindəsiz, bilirsiniz ki, bununla bağlı əlilliyi olan şəxslərin hər hansı bir avadanlıqlarla təmin edilməsinə bağlı heç bir problem yoxdur. Şükürlər olsun. Dövlətimiz tərəfindən bu işlər kifayət qədər yüksək səviyyədə fikrimi bu istiqamətdə davam etdirim. Regionda, yəni biz arzu eləyərdik ki, mənzil təminatı regionda sürətləndirilsin. Bax, bizə edilən müraciətlərin çoxu budur ki, yəni gözləyirlər. Bakıda var, infrastruktur var, tikilir, nazirlik tender keçirir, alır. Amma regionda fərdi ev tikilməlidir. O da biraz ağırlı prosesdir. Bununla bağlı sualımız olacaq. Adil müəllim bunun açıqlamasını verəcək. Avtomobillərlə də bağlı. Rəqəm demədiniz, 7000-ə yaxın. Avtomobillərlə bağlı rəqəmi qeyd edeyim. Ümumilikdə hal-hazırki dövrümüzə qədər 7700 avtomobil təminatı həyata keçirilib. Postmuharibə dövründə ümumilikdə 7700. Bəli, avtomobil təminatı həyata keçirilib. Postmuharibə dövründə 567 müharibə əlilli, digər bu müharibə əlillinə bərabər tutulan şəxslər hansılar ki, imtiyaz olaraq avtomobil təyinatına əsas verir və onlar avtomobil ala bilərlər. 567 şəxs postmuharibə dövründə, yəni 44 günlük Vətən müharibəsindən sonra 567 şəxs avtomobillərlə təmin olunublar. Ümumilikdə siz mənzillərlə bağlı danışanda, statistikanı deyəndə də postmuharibə dövrünü vurğulamadınız. Deməli, postmuharibə dövründə 7000-dən artıq mənzil verilib. Deməli, 16000-dən çox mənzil verilib, onun 7000-dən çoxu məhz postmuharibə dövründə verilib. Tamamilə doğru. Qələbəmizdən sonra, zəfərdən sonra. Şahin müəllim, mən statistikaya qısa bir rəqəmlə deyim sizə. 2018-ci ildə 626 imtiyazlı şəxsə biz mənzil vermişdiksə, 2019-cu ildə 934 imtiyazlı şəxsə, 2020-ci ildə 1572 şəxsə mənzil verilmişdisə, müharibədən dərhal sonra, müharibədən çıxmış bir dövlət olaraq Azərbaycan dövləti Cənab Prezidentin tapşırığı ilə göstərir 3000 şəhid ailəsi müharibə əlilli həmin 2021-ci ildə, yəni dərhal müharibənin bir il sonra təsadüfi deyil ki, ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı özünü onda da biruzə verir ki, bariz nümunəsidir ki, müharibədən dərhal sonra yanvar ayında, 2021-ci ilin yanvar ayında şəhid ailələrinin, müharibə əlillərinin mənzil təminatı ilə bağlı yeni bir sərəncam imzalandı. Həmin sərəncamda həm şəhid ailəsi, müharibə əlilləri, eyni zamanda Çernobil əlillərinin də mənzil təminatı, yəni dövlət əgər bu günləri hiss edirsə ki, bu gün imkan varsa, hansısa bir imtiyazlı şəxsi də əlavə olaraq mənzil təminatlı proqramına yönləndirsin, dərhal o imkandan da istifadə eləyir. Həmin ilin avqust ayında Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə biz ümumi səbəbdən gözdən əlilliyi olan şəxslərin mənzil təminatını artıq başladıq həyata keçirməyə. Bu məsələlərin əsası hardan başladı? Keçmiş məcburi köçkünlər üçün tikilən qəsəbələr var idi. O qəsəbələr ki, nəzərdə tutulmuşdu, 2020-ci illərin sonlarında keçmiş məcburi köçkünlərə təqdim olunsun. Məcburi köçkünlər üçün biz bilirik ki, Dövlət Qaçqın Komitəsi tərəfindən mənzillər tikilirdi. Dərhal müharibədən sonra Cənab Prezidentin tapşırığı ilə həmin qəsəbələr hansılar ki, tikilmişdi, ümumiyyətlə istifadə olunmamışdı, həmin mənzillər verildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına və o mənzillərin hesabına və təbii ki, dövlət tərəfindən əlavə regionlarda da mənzillər alınırdı, verilirdi. 2021-ci dediyim kimi 3000 imtiyazlı şəxsi biz müharibədən dərhal sonra mənzillə təmin etdik. Yəni bu bəlkə də respublikanın, bəlkə də yox, elə respublikanın tarixində 2021-ci il belə deyək, ən çox yadda qalan il oldu ki, daha çox mənzillə təminat. Adil müəllim, mən bilən burada mənzillə təminatda xüsusilə də müəyyən şərtlər də var və bu şərtlərdən biri də belə deyək, regionda olan vətəndaşın, regionda yaşayış ünvanı, regionda olan, qeydiyyatı regionda olan vətəndaşların məhz həmin regionda mənzillə təminatı əsas götürülür. Belə olur, düzdürmü? Şahin müəllim, mən məsələyə biraz yəni Bakıda olanlar, bəzən biz görürük ki, belə bir hallar da olur ki, bəzən hər hansı bir regionda yaşayan həmin o imtiyazlı kateqoriyaya aid olan həmin o şəxslər Bakıdan mənzil istəyirlər. Və bu zaman müəyyən narazılıqlar yaranır. Amma əslində necə olmalıdır və necə gedir proses? Ümumiyyətlə, mən məsələnin biraz daha əvvəlinə getmək istəyirəm. İmtiyazlı şəxslər mənzil növbəliliyi üçün necə müraciət etməlidirlər? İlk əvvəl hara müraciət etməlidirlər ki, mənzil növbəsinə götürülsünlər? İmtiyazlı şəxslər ilk əvvəl qeydiyyatda olduqları şəhər, rayon icra hakimiyyətlərinə müraciət edirlər. İmtiyazlı şəxs kimi.
müraciət elədilər. İcra hakimiyyətləri, yəni qeydiyyatda olduqları şəhər, rayon icra hakimiyyətləri əgər həmin şəxsləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab edirlərsə, yəni onların mülkiyyətində əmlak yoxdursa, ailə tərkiblərinin sayına uyğun və yaxud da əmlak var, amma əmlakın ümumi sahəsi, yəni ümumi sahəsi adam başına düşən yaşayış normasının tələblərinə cavab vermir, azdır. Həmin şəxslər yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs qismində növbəyə götürülürlər. Həmin növbəllik siyahıları icra hakimiyyətində formalaşandan sonra siyahılar təqdim olunur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, konkret olaraq Sosial Xidmətlər Agentliyinə. Biz agentlik olaraq, yəni ilk icra hakimiyyətlərindən alınan siyahılar əsasında müəyyən edirik ki, kimlər icra hakimiyyətlərində mənzil növbəsindədirlər. Və orada növbəllik tarixləri var, icra hakimiyyətlərinin sərəncam verdikləri tarixləri var. Yəni, əgər imtiyazlı şəxs hesab olunursa ki, bu mənzil növbəsinə götürülməlidir, icra başçısı tərəfindən onlara sərəncam verilir. Əllərində bir sənəd olur, hüquqi sənəd olur, onlar müraciət edirlər həmin sənədlərlə və digər müvafiq bizim tələb elədiyimiz sənədlərlə Sosial Xidmətlər Agentliyinə. İndi şükür Allaha dediyiniz o avtomatlaşdırma, İndi bu qeydiyyatı belə deyək, növbəlliyi icra hakimiyyətinə müəyyənləşdirir, yoxsa artıq Sosial Xidmətlər Agentliyinə müəyyənləşdirir? İcra hakimiyyətlərində formalaşan növbəllik bütün respublika üzrə təqdim olunur bizə, bütün icra hakimiyyətləri tərəfindən. Növbəllik formalaşır Sosial Xidmətlər Agentliyində. Aydındır. Biz də növbəllik qaydasında, indi müəllim də yəqin ki, məni təsdiqləyə bilər, növbəllikdən çıxmamaq şərti ilə və növbəlliyi pozmamaq şərti ilə imtiyazlı şəxslərin mənzil təminatını çox şəffaf, maksimum ədalətli və həmin regionda. Bəli. Təbii ki, qeydiyyatda olduqları rayon, şəhər üzrə qeydiyyat həyata keçirilir. Amma son dönəmlərdə belə tendensiyalar müşahidə olundu. Yerlərdə qeydiyyatda olan şəxslər Bakı şəhərinə, Abşerona, Sumqayıta qeydiyyata düşməklə sərəncamlarını qeydiyyatda olduqları, əvvəllər qeydiyyatda olduqları rayondan hal-hazırki qeydiyyatda olduqları şəhər rayona dəyişirdilər və təbii eyni zamanda ki, artıq sərəncam dəyişilir, adam qeydiyyata düşür Abşerona, Bakıya, Sumqayıta, həmin şəxsin mənzil təminatı artıq burada həyata keçirilir. Yəni Bakı, Sumqayıt, Abşeron regionunda. Faktlar da var bizdə, belə deyək. Daşkəsəndə qeydiyyatda olan adam gəlir, düşür Gəncə qeydiyyatına, Gəncədən təmin olunur. Təbii ki, Gəncə icra hakimiyyətinin həmin şəxslə bağlı müvafiq sərəncamı, mənzil növbəlliyi varsa əgər. Proses belə. Bakı, Sumqayıt, Abşeronda mənzil təminatının həyata keçirildiyi formada regionlarda da bu günləri imtiyazlı şəxslər üçün mənzillər alınır. Yeni tikilmiş binalardan mənzillər alınır, mənzillər təqdim olunur. Rey müəllim çox düzgün qeyd elədi. Əvvəllər 2021-22-ci illərə qədər bu sahədə fərdi evlərin tikintisi sahəsində bir hərəkətlilik və bir intensivlik var idi. Amma qeyd olunan torpaq sahələrinin ayrılmasında olan problemlər, eyni zamanda fərdi evlər tikiləndən sonra orada infrastrukturun tam reallaşdırıla bilməməsi, tutaq ki, qaz xəttinin olmaması qışda müəyyən çətinlik yaradırdı. Kanalizasiya xəttinin olmaması bütünlükdə, yəni vətəndaşın həmin yaşadığı dövrdə ümumiyyətlə çətinlik yaradır. Su xətti bəzən olur ki, ümumiyyətlə su xətti yox idi, onu daşınma vasitəsilə edirlər. Bu da haqlı narazılıq yaradırdı. Bütün bu məsələlərə nəticəsi olaraq rəhbərlik tərəfindən ümumiyyətlə tapşırıq belə oldu ki, regionlarda da yeni tikilən binalardan mənzillər alınsın, tam təchizatlı, normal şəraitli, təmirli mənzillər alınsın və təqdim olunsun. Təsadüfi deyil ki, mən belə ümumi fakt olaraq deyim, biz keçən il Lənkəran şəhərində, Mingəçevir şəhərində, ondan əvvəl Şəkidə, Qaxda mənzillər təqdim olundu imtiyazlı şəxslərə. Bu gün də deməli mənzillərin alınması istiqamətində. Bu mənzillər çox mərtəbəli yaşayış binalarında olur, yoxsa doğrudur, çox mərtəbəli yaşayış binalarındadır. Bəzən MİDA layihəsi əsasında regionlarda tikilən mənzillər də olur ki, nazirliyimiz həmin mənzillərdən də alır, təqdim eləyir və yaxud da özəl sahibkarlar tərəfindən tikilən binalar olur, mənzillər olur ki, biz onlardan da alıb təqdim eləyirik. Əsas şərtlərdən biri həmin mənzillərə dair rəsmi sənədlərin olmasıdır ki, biz sonrakı etaplarda vətəndaşların həmin ünvanlara qeydiyyata düşmə məsələlərini həll eləməliyik və digər bu kimi məsələlər. Adil müəllim, bir məsələ də var, çox vacib məsələdir. Mən bu məsələ
məsələ ilə bağlı Rey müəllimin də fikrini soruşacağam, amma əvvəlcə istərdim siz aydınlıq gətirəsiniz bu məsələyə. Çox vacib məsələ bu prosesdə şəffaflığın, ictimai nəzarətin təmin olunması prosesidir ki, bu işlər necə qurulub, bu müvafiq mexanizmlər varmı və bu istiqamətdə belə deyək, ictimai nəzarət necə həyata keçirilir? Mən çox vaxtınızı da almaq istəmirəm bu məsələ ilə bağlı. Qısa bir şey demək istəyirəm ki, Nazirlik tərəfindən həm Nazirliyin yanında İctimai Şuranın üzvləri ilə, eyni zamanda qeyri-hökumət təşkilatları ilə daimi bu məsələləri biz mütəmadi müzakirə edirik. Onların qaldırdığı məsələlərin hamısını öz işlərimizdə yoxlayırıq. Təbii ki, Rey müəllimin də dediyi kimi olur xırda nöqsanlar, olur xırda gözdən yayınma olan məsələlər, dərhal o məsələlərə rəhbərlik səviyyəsində reaksiya göstərilir. Ən qısa müddətdə mövcud qanunvericiliyə pozmamaq şərti ilə və qanunvericiliyə uyğun olaraq həmin məsələlər öz həllini tapır. Yəni deməyim odur ki, biz öz işimizdir deyənə orada müəyyən məsələləri gizlətsək də belə, amma bu məsələdə ki, ictimai nəzarət var, Nazirliyin yanında İctimai Şura ki var və qeyri-hökumət təşkilatları ilə ki, bizim Nazirliyin daimi sıx təmasları var. Bu məsələlər və o çatışmazlıqların hamısı qarşımızda qaldırılır və dərhal o məsələlərin hamısına reaksiya verib həll edirik. Maksimum çalışırıq ki, bugün dövlətimizin qoyduğu qaydalarla, qanunlarla bu məsələlər ən düzgün qaydada, ən şəffaf qaydada öz həllini tapsın. Rey müəllim, mən bilirəm, Adil müəllim danışdıqca siz təsdiqləyirdiniz bunu. Amma istərdim bir məsələyə də münasibət bildirəsiniz. Bu ictimai nəzarət, şəffaflıq prosesində necə deyirlər, mükəmməlliyə doğru daim nəsə etmək olar. Sizcə daha nələr etmək olar? Bu prosesi kifayət qədər şəffaf hesab etmək olarmı? Yoxsa yenə də ictimai birlik rəhbəri olaraq, İctimai Şuranın üzvü olaraq hansısa bir təklifləriniz var bəlkə yaxşılığa doğru dəyişmək üçün? Əslində, həqiqətən bu günləri biz Sosial Təminat Nazirliyində vətəndaşın, yəni xüsusilə qazilərin, şəhidlərin hansı bir narazılığı var, ola bilir. Amma bunlar heç birisi... İş olan yerdə təbii ki, problem də olur. İş olan yerdə problem də olur. Amma bunlar heç birisi rüşvətlə, o qeyri-şəffaflıqla bağlı deyil. Dediyim kimi, əl satan olmur bəzən. Bilirsiniz, mən bir şey deyim. Bəzən görürsünüz ki, bu cəmiyyətdə istənilən sahədə bir maklerlər formalaşıbdır, alversilər, dəladuzlar. Məsələn, birinin hansı bir problem olur, deyir ki, mənə müəyyən məbləğ ver, mən bunu həll edeyim. Bundan hansısa nazirliyin həqiqətən xəbəri olmaya bilir. Amma bütövlükdə bu günlər Sosial Təminat Nazirliyində bu məsələlər yoxdur. Tam şəffaf, obyektivdir məsələlər. Sadəcə olaraq, yenə deyirəm, bu kimlərsə kənardan, məsələn, vətəndaş, çünki biz özümüzün də başımıza gəlib, biz görmüşük, tək Sosial Təminat Nazirliyi yox, şəhərlər, müxtəlif dövlət qurumları ilə o iş zamanı, müəyyən çoxlu kütləvi iş görülən zamanı bizi də dəvət edirdilər. İctimaiyyət nümayəndəsi prosesdə iştirak eləmişik. O binanın həyətinə, bacasına gələndə, gedəndə baxırıq ki, orada qaraqur adamlar dolaşırlar. Yəni, bu həmişə olubdur. Şükür, bu məsələlər bitir. Mən əlimi ürəyim üstünə qoyub deyirəm ki, bu günləri Sosial Təminat Nazirliyində bu məsələlərdə tam şəffaflıq var. Bizi, bax, o mənzil məsələsi deyilsə, o məsələ narahat edir. Mən təkliflərimizi deyəcəm. Ümumiyyətlə, İctimai Şura, nə yaxşı ki, nə xoş ki, mən ürəklə deyirəm ki, Sosial Təminat Nazirliyi yanında İctimai Şurada biz həqiqətən dəfələrlə toplaşırıq, tez-tez görüşlərimiz olur, müxtəlif agentliklərlə, mərkəzlərdə, Nazirliyin belə nəzdində olan. Və heç də buradakı kimi rahat söhbət olmur. Çox gərgin müzakirələrimiz gedir. Yəni, faydası olan təkliflərimizi veririk. Bəzi məsələlər olur, cəmiyyət onu heylə görür, bizə də heylə təqdim edir. Biz araşdırırıq ki, yox, bu belə deyil. Burada başqa məqam var. Bir müddət əvvəl bir qrup müharibəlilər bu protez məmulatları ilə bağlıdır. Müəyyən bizə deyirdilər, biz izah edirdik, gördük ki, çatmır. Axırı mən Eşat müəllimə dedim, Fazıl müəllimə dedik, Nazirliyin rəhbərinə çatdırdıq. İctimai Şuranın razılığı ilə, iştirakı ilə biz o tip, hansı ki deyirik, orada problem var, burada problem, o adamları dəvət elədik, bir 8 nəfərini apardıq orada, baxdılar, o deyir ki, o yoxdur, məsələn, Asif müəllim dedi ki, burada, o buradadır.
Məsələn, onun nəzərindən qaçıb və həqiqətən də çatışmayan xırda-xuruş şeylər də oldu ki, yerindəcə həll olundu və həldə olunur. Yəni burada söhbət yoxdur. İctimai Şuranın missiyası bəzən elə bilirlər ki, İctimai Şura Nazirliyin bir yedək təşkilatıdır. Xeyr. Və bəzən də elə bilirlər ki, İctimai Şura ilə tənqid eləməlidir. Xeyr. Bu da elə deyil. Bayaq verilişin əvvəlində siz dediniz, İctimai Şura vətəndaşla, vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında bir körpüdür. Bəli, əlbəttə. Əlbəttə. Yəni məqsəd budur. Və biz də çalışırıq o körpü olaq və orada da inandırım sizi ki, bizim o İctimai Şuranın hesabatları yenə də olacaq yəqin ötən ilin hesabatı. O qədər görüşlər keçirmişik ki, o qədər təkliflər olub, yəni qəbul edilibdir. İndi bilmirəm sizin nefir üçün uyğun deyil. Biz İctimai Şurada müzakirə elədik, İradə xanım digərlər təklif elədi ki, Sosial Təminat Nazirliyi yanında İctimai Şuranın Əmək və Əhalinin Sosial Təminat Nazirliyi yanında. Mən həmişə elə deyirəm belədir. 93-cü ildə mən Əmək və Sosial Müdafiəsi Nazirliyinin obyektiyəm deyəndə biz elə ağlımız elə qalıb. Nazirliyin yanındakı İctimai Şura ilə icbari tibbi sığorta, təbib, yəqin ki, bir də Səhiyyə Nazirliyi, o İctimai Şuraların bir görüşünü keçirəcəyik. Çünki daha faydalı olacaqdır bu. Bax, o sizin dediyiniz o təkliflərdən biri budur ki, bu İctimai Şuranın üzvləri də bir-biri ilə bir əlaqələri qurulsun ki, çünki biz çıxırıq, problemlər olur, mən vaxtınızı almıram, o problemin həllində ora çıxırıq, amma bir əlaqəmiz olanda bu daha tez həll olunacaq. Düzdür. Mən arzu eləyərdim ki, bütün nazirliklərdə, dövlət qurumlarda İctimai Şuraların işi Sosial Təminat Nazirliyindəki kimi qurular. Yəni əlçatan olar. 24 saat bizim telefonlarımıza Sosial Təminat Nazirliyinin əməkdaşları, nazir mavirindən üz aşağıda, indi naziri narahat eləmirik, yəqin ki, Eşat müəllim, mən özüm, idarə müdirləri, digərləri açıqdır. 24 saat hava yazsaq, cavab verirlər. Dərhal cavab verirlər, yönəldirlər. Yəni buna görə də yeri gəlmişkən, mən həm İctimai Şuranın rəhbəri Eşat müəllimə, həm Eşat müəllimə və İctimai Şuranın bütün üzvlərinə şərait yaradan nazirlik rəhbərliyinə, başlanar müəllim olmaqla hamısına təşəkkür edirəm ki, bizə belə şərait yaradırlar. Əslində, Rey müəllim, mən bir məsələni də istəyərəm vurğulayım ki, bəlkə də biz, belə deyək ki, bu nazirliyin işinin içindəyik, bəlkə də bu proseslərin içində olduğumuz üçün bəlkə də bizə elə gəlir, amma sanki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura bəlkə də ölkədə olan ən fəal ictimai şuralardan biridir. Çox aktivdirlər və proseslərin daim içindədirlər və bütün tədbirlərdə, bütün proseslərdə bilavasitə həmin o dediyimiz körpü rolunu çox böyük effektivliklə yerinə yetirirlər. Çünki məhz cəmiyyətdə, yerlərdə, vətəndaşların arasında olan fikirlərin həm nazirliyin nümayəndələrinə, məmurlara çatdırılması və bu proseslərdə onların fikirlərinin, rəylərinin, təkliflərinin nəzərə alınması bu baxımdan məncə bu İctimai Şuranın işi çox təqdirə layiqdir. Buna görə də biz sizə təşəkkür edirik. Sağ ol, sağ ol. Şahin müəllim, bəli, buyurun. Bu avtomobil məsələsi ilə bağlı bizim bir yaralı məsələ var. Elə harda gəldi deyirik. Elə bugün efirdən də istifadə edirik deyim. O avtomobili baş beyin travması almış müharibə əllərinə vermirlər. O təyinatda elədi. Nazirlər Komitəsinin qərarında sonra o bənd var ki, orada o verilir. Orada mən deyim, dayaq hərəkət funksiyalarının pozulması əsas şərt götürülür. Yəni ayaq, bel bu hissələrdə problemi olanlar və təbii ki, onun da Nazirlər Kabinetinin 501 saylı müvafiq qərarı var. O qərarda kimlərə avtomobil təyinatına əsas verən, belə deyək də, meyarlar lazımdır. Onlar hamısı qeyd olunub. Düz deyirsiniz ki, o baş beyinlə əlaqəli olan şəxslərdə o təyinat aparılır. Məsələn üçün, birinin bir gözü yoxdur, qazi gözünü itiribdir, ona avtomobil verilmir. İki gözünü itiribdir, ona verilir. Bizi buna rahat edir ki, bəzən bizim, sağ olsun, Sosial Təminat Nazirliyi xeyli müraciət. Mən anlamadım. İki gözü olmayana necə avtomobil verilir? Bilirsiniz necədir? Ümumiyyətlə, avtomobil reabilitasiya vasitəsi kimi verilir. Bəli. Bir şəxsin bir yerdən digər yerə rahat daşınmasına, onun gündəlik problemlərin həll olması kimi nəqliyyat vasitəsi kimi verilir. İki gözü olmayan müharibə əllərimiz təbii ki, özləri idarə eləmirlər. Onların etibarnamə əsasında öz yaxın
qeydiyyatında olduqları ailə üzvünə etibarnamə verilir və həmin etibarnamə əsasında, yəni dediyim odur ki, avtomobil verilir reabilitasiya vasitəsi kimi, nəqliyyat vasitəsi olaraq yox, reabilitasiya vasitəsi kimi verilir ki, bir şəxsin bir yerdən digər yerə daşınması daha rahat və təhlükəsiz olsun. Və bunlar hamısı müəyyən belə deyək, qaydalar, qanunlar çərçivəsində həyata keçirilir. Əslində bu sualı vermək istəyirdim sizə. İstər mənzil təminatı, istər avtomobil təminatı, hansı hüquqi mexanizmlər əsasında bunlar həyata keçirilir? İlk əvvəl qeyd etdiyimiz kimi kimlərə mənzil verilir? Bu məsələ Cənab Prezidentin sərəncamları ilə, Cənab Prezidentin müvafiq hüquqi aktları ilə tənzimlənir. Burada 2 sərəncam olub. Cənab Prezidentin deməli 2014-cü il 569 saylı sərəncam, 2021-ci ildə 2449 nömrəli sərəncam və Nazirlər Kabinetinin 492-S belə bir sərəncam var. Bu da gözlənildiyi olan şəxslərimizin, eyni zamanda internat məzunlarımızın mənzil təminatı ilə bağlı. Eyni zamanda mənzil təminatı zamanı biz təbii ki, qüvvədə olan mənzil məcəlləsinin də tələblərini əsas götürürük. Avtomobil təminatı ilə bağlı amma deməli Nazirlər Kabinetinin 501 saylı qərarı var. O qərar əsas götürülür. Həm orada avtomobil kimlərə verilə bilər, imtiyazlar olaraq qeyd olunub. Avtomobil hansı meyarlar əsasında tibbi göstəriş verilir. Eyni zamanda orada müəyyən olunub ki, vətəndaş sağ ikən avtomobili sata bilməz, sağ ikən avtomobili heç kimə bağışlaya bilməz. Ancaq dünyasını dəyişdikdən sonra ailə üzvlərindən birinin vərəsəliyi tanınmaqla, müəyyən olunmaqla ailə üzvlərindən birinin mülkiyyətinə keçirilir və ailə üzvü ondan istədiyi formada istifadə edə bilir. İstəyir idarə edir, istəyir satar, istəyir bağışlayır. Aydındır. Belə hörmətli tamaşaçılar, xatırladaq ki, bizim bugünkü mövzumuz imtiyazlı kateqoriyadan olan vətəndaşlarımızın dövlət tərəfindən mənzil və avtomobillə təminatı barədə biz bugün danışdıq. Bizim bugünkü qonaqlarımız isə Azərbaycanda Minadan Zərər Çəkinlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu və Sosial Xidmətlər Agentliyinin Sosial Təminat Departamentinin müdir müavini Adil Əkbərov idi. Müzakirəmiz isə burada yekunlaşır. Sağ olun, sağlıqla qalın.